Bugün də sizlərə zoğaldan fərqli reseptlə möhtəşəm bir çox ləzzətli balıq yeməyi hazırladım. Balığı təmiz-təmiz yuyub, doğradıqdan sonra üzərinə duz, istiot vururuq. Ərzaqların miqdarını ailə sayına görə götürə bilərsiniz. 1 kiloqram balıq lazımdır bizə. 1 kiloqram balıq üçün 100 qram kərə yağını götürürük. Kərə yağımız əridikdən sonra 2 orta boy soğanı yarım halqa şəklində doğrayıb yağımızın içərisinə əlavə edirik. Soğanlar biraz öldükdən sonra üzərinə duz əlavə edirik və qarışdırıb soğanların qızılı rəng almasını gözləyirik. Və bu müddətdə də 200 qram zoğalı 2 barmağımızın arasında bir qədər yumşaldaraq tumlarını çıxardırıq. Soğança qızılı rəng aldıqda balıqları üzərinə düzürük. Balıqları üzərinə düzdükdən sonra tumlarını çıxartdığımız zoğalları da üzərinə əlavə edirik və mən 50 milli abqoradan istifadə etdim. Sizlər çox turş sevmirsinizsə abqora əlavə etməyə də bilərsiniz. Sadəcə zoğal yetərlidir. Və yarım çay qaşığı sarı kökü, 2 xörək qaşığı suda həll edirik. Bunu da əlavə edirik üzərinə. 2-3 diş sarımsağı da rondodan keçirtdim. Sarımsaq əzəndən də sıxa bilərsiniz. Bunu da əlavə edirik. Yenə də bir qədər duz, istiot əlavə edib qapağını üzərinə örtürük və vam odda 20-25 dəqiqə müddətində bişiririk. Bişməyinə 5 dəqiqə qalmış. Zövqə görə üzərinə keşniş, şüyüd və cəfəri əlavə etdim və budur, artıq yeməyimiz hazırdır. O qədər dadlı, o qədər ləzzətli alınır ki, suyuna çörək batırıyı möhtəşəm bir yeməkdir. Təbii ki, çox suyu qalmır, az da olsa qalır, çox ləzzətli olur. Mütləq hazırlayın, hazırlayanlara nuş olsun. Göz haqqınızı halal edin, hələlik.